Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Nə qədər ki, həyat genişliyindəsiz, dəftərlər açıqdır, bağlanmayıb, tövbə və qayıdış sərilib, üz döndərən çağırılır, pis əməl sahibinə ümidvarlıq verilir, əməl çırağı sönməyib, fürsət əldən çıxandan, vaxt sona çatandan, tövbə qapısı bağlanandan, mələklər göyə qalxandan qabaq iş görün. Buna görə də gərək insan özündən özü, həyatdan ölüm, yoxluqdan varlıq və ötəridən daimi üçün nəticə əldə etsin. Ölüm çatana kimi fürsət və işin görülməsinə qədər möhlət verilmiş halda, Allahdan qorxan kəs o şəxsdir ki, nəfsini nöqtalayıb və onun cilovunu öz ixtiyarındadır və beləliklə nəfsin nöqtası ilə özünü Allahın qadağan etdiklərindən saxlayıb və onun cilovu ilə özünü Allaha itayət və tabeçiliyə tərəf çəkir. Məhəmməd əhl-i beyti elm və biliyi dirildənlər, nadanlıq və cəhaləti öldürənlərdir. Onların səbirlikləri alimliklərindən xəbər verir və həmçinin zahirləri batinlərdən və sükutları sözlərinin düzlük və doğruluğundan haqq ilə müxalifət etməzlər. Onun barəsində ixtilaf və ziddiyyətləri yoxdur. Onlar İslamın sütunları və sığınacaqlarıdır. Haqq onların vasitəsilə öz əslinə və yerinə qayıdır. Batil və nahaq onun yerindən uzaqlaşır. Məhv olur və haqq zahir olanda dili kəsilir. Dini bildilər, qavradılar, amma sırf eşitməyə və nəql etməyə əsaslanan qavrama ilə deyil, elmə və riayət etməyə əsaslanan qavrama ilə. Elmi rəvayət edənlər çox, ona əməl edənlər isə azdır.